Belə bir mikrofon dəstimiz var. İkili yaxa mikrofonudur. Bax, gördüyünüz kimi bu formadadır. Bunu normal yaxaya taxıb istifadə edirsiniz. Və içərisində belə bir əldə tutmaq üçün, müsahibə üçün, blogerlər üçün, blog çəkilişləri üçün və yaxud da xəbər aparıcıları üçün belə bir başlığı var. Mikrofon içərisinə keçirə bilirsiniz. Hal-hazırda danışıq, telefon öz mikrofonu ilə gedir. İndi bax, bu onun ötürücüsüdür. Həm Type-C-yə, həm Lightning telefonlara, həm də kameralara AUX-dan taxıb və yaxud köhnə markalı telefonlara AUX-dan taxıb istifadə edə bilirsiniz. Bunu zəhmət olmasa tax telefona. İndi bu ötürücünü taxandan sonra səs mikrofondan götürəcək. İndi isə hal-hazırda mikrofondan gəlir səs. Telefonla mikrofonun fərqini gördünüz. Bax, üstəlik dediyim kimi, bax, bu əl tutacağına mikrofonu bu formada keçirdib, bunu üzərinə keçirdib, rahatlıqla müsahibə alıb, blog çəkilişlərinizi rahatlıqla eləyə bilərsiniz. Ondan əlavə, əgər yaxa mikrofonunu çöldə ayırıcı istifadə edirsinizsə, içərisində belə bir tükü də var. Bunun üstünə keçirdiniz ki, kənar səsi küləyi almasın. İndi mən uzaqlaşıram, məsafədən də səsinə baxın. 10-15 metr məsafəyə qədər çox rahatlıqla səsi ideal şəkildə götürür. İndi mağazamızda şərait elə böyük deyil, hardasa 7-8 metr gəlmişəm. 15 metr məsafəyə qədər səsi uzaqdan çox ideal götürür.